Yox, biraz gözünüzün o, nətər deyim, göz yaddaşınız da güclənsin ki, belə vəziyyətdə... At bebek. Nə? At bebek. At beyaz yeri. Bu vəziyyətdə At beyaz. qaralar oynayır. Vəzir beyaz. Qaralar oynayır. Top yesin. Vəzir seyirdi. Qaralar oynayır. At Top beşdir. yesin. Ataş beşiyle. Bu nəyə görə? Bu nə üçün? Ataş 5 yetki birinci növbədə baxın. Qara kanallar pulları dəyişəndən sonra at rahat F4-də düşə bilsin. Bax, bunu yaddan çıxartın. Özünüzə bir dənə yer açın da. Ben özüm de babamın peşini zaten. Başı sıkışıyor. Jeus baskını babamın. Deməli, Ataş 5 yaxşı gedişiydi, güclü gedişdi. Sonra şanlı geleceği başlayacağım. Bura gələ bilmir, görsünüz mü? Bax, buna. Gör nə vəziyyətdə piyadlar düşüyor. Fil Y7 vurdum. Vəzir Y7. C4 B5 vurdu. Və 6 B5. Bax, gördünüz mü? Burada at sevgi Və gelse. oynadı, at C3 oynadı. Çünki çıxmamış figur var idi, ağlar oynadı. Ben o da at F4 gelse ben at geliş gelecek değişeceğim çünkü atla. İndi qaralarla B4 gəldi, atı oradan qovur. At təzdən qayıcıq, məcbur olur qayıtsın B1-ə. Ben niye olacak ki? Sen mi? Niye hiç oynamadım? Hiç de oynamış. Yox, Y2-yə gəlsə deyir, burada deyir, çox pis duracaq deyir. Onu köşe Ramın da at şey 3 oluyor. O da köşe tutuyor. At şey 3'ten alacak. Özü sen bir şey değilsin de. Neresi Sonra bana at F3 3'te olan at F2'ye gelir. Sonra F2'ye H bedava ve qalan gelir. C2 gəlsə dəyişən yox. C2 gəlsə, atı gəlin bu iş dəyişmir. Qəşək yerim var da. Biraz sonra geçelim. Yəni Ben burada orada saxlamıram. Bizim elə getmək lazımdır ki, oradan harasa gedə biləsən. Ona görə atıb bir gəlir ki, səhv çıxıb da, səhvini düzəltmək istəyir. At F4. At D2. Qısım oyna. Diqqətlə oyunu izləyin. D4. Vurdu.